Salam, hər vaxtınız xeyir olsun dostlarım. Türkiyədən sifarişlə Gənclərlə baş-başa adlı bir kitab gətirdim. Bunu şiddətlə tövsiyə edən bir hocanın, bir alimin, Türkiyəmizdə olan bir elm adamının tövsiyəsi oldu. Daha doğrusu ifadəsi oldu ki, mən bu kitabı illər öncə oxumuşdum və çox faydalandığını deyincə şiddətli şəkildə o vurğusundan hərəkətlə dedim, mütləq bu kitabı gətirməliyəm. Bu qədər tanınan, bilinən bir alim, bir elm adamı bu kitabın üzərində dayanırsa, demək ki, ciddi, faydalı, xeyirli bir kitab deyə dərhal sifariş verdim və bugün biraz əvvəl artıq bu kitab gəldi, çıxdı və mənim əlimdədir. Elə kitabı açdım, dedim elə vərəqliyim, ilk səhifələrini vərəqləmək istəyirdim ki, bu qarşımda olan gənc uşaqlar gəldi, oturdu burada, kimsə oturmamışdı. O əsnada gəldilər, oturdular. Uşaqlardan da icazə aldım, dedim belə bir şey eləmək istəyirəm, sonra onu paylaşacağım, olarmı? Dedilər, olar, dedi, bir dənə əmə saçımı da düzəldim, bir dənəsi. Dedim, düzəlt. Belə bir xatirəsi oldu bu kitabın da. Amma mənim qafam elə yolla gələrkən də qafamda Fələstin var, Qəzza var, məzlumlar var açığı, biraz başqa əhval-ruhiyyədəyəm, düşüncələr odur. Ancaq hər halda gənclərlə işləmək, onlara xeyirli olmaq, fayda vermək, bu da bizim üçün çox zəruridir. Buradakı xidməti, buradakı çalışmanı da unutmamalıyıq. Təbii, coğrafiyamızda, ölkəmizdə hər kəs, hər elm adamı, hər düşüncə adamı, hər qənaət öncüsü, ziyalısı, aydını, yazarı, pozarı, mənəvi o çalışmaları dayandırmamalıdır. Buna məcburuq, həm ölkəmizdə, həm də dünyada cərəyan edən hadisələrə biganə qalmadan addımlamağa çalışırıq, Ağırdır, yorucudur. Bu da bir seçilmiş yoldur əslində. Belə olmalıydı.